Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası hökuməti ilə Oman Sultanlığı hökuməti arasında diplomatik, xüsusilə xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Xeyirli olsun. Aşıq Namiq Fərhadoğlu yenidən veriliş aparacaq. Xəbər verilir ki, bu haqda o özü məlumat verib. Sənətçi rənglərin verilişinə qonaq olan zaman MTV Azərbaycan kanalından təklif aldığını, bunun üzərində çalışdığını açıqlayıb. O, 2 saatlıq verilişlə tamaşaçıların qarşısına çıxacağını bildirib. Xeyirli olsun.